Salam dəyərli First News az izləyiciləri. Bugünkü qonağımız hamının tanıdığı aktyor, ssenari müəllifi və filologiya üzrə fəlsəfə doktoru Nofəl Şahlar-oğludur. Nofəl, necə hiss edirsiniz özünüzü? Yüksək səviyyədə. Super. İllərdir ki, televiziyada müxtəlif vəzifələrdə çalışmısınız. Bəs bu televiziya qarşısında olan Nofəllə real həyatda olan Nofəl arasında nə qədər fərq var? Onu real həyatda olanları çox gözəl görürlər. Televiziya qarşısındadır ki, mən ümumiyyətlə çalışıram hər yerdə eyni olum. Yəni həyatda da, ailədə də, küçədə də, sosial harda olur olsun. Çünki insan oynamamalıdır. Amma televiziyanın öz qanunları var. Təbii ki, düzlüyündə onu başa düşmürlər. İnsanlar qarışdırırlar da. Yəni elə bilirlər ki, təbii hər şey eləməkdir, ağzına gələn eləməkdir. Amma elə deyil. Televiziya kütləvi informasiya vasitələrinin ən vaciblərindən biridir. Estetik meyarları var, etik normaları var, davranış kodeksləri var, onları qorumaq lazımdır. Bəzən görürsən ki, deyir, səmimi olun, rahat olun. Elə bir ki, ayaqlarını çıxardıb vannaya da qoyublar. Elə bir iş olmur. İstər YouTube-da fərqi yoxdur, sosial şəbəkənin özünün də bir əxlaqı var da, bir normalar var. Yəni, onun normaları gözləməyin, amma yenə də həmən Nofəlimdə səmimiyyətinlə, necə həyatda, yəni küçədə, hərdən mənə deyir ki, siz efirdə nətərsə həyatda da beləsə, mən nətər olmalıyım, mən də maska ilə gəzmirəm. Amma bir şey var ki, insanı insan eləyən həm də onun bir tərəfdən də qaranlıq tərəfləridir. Hansı ki, biz o tərəflərimizi çox vaxtı göstərmirik. Bir obraza bürünürük və insanlara həmin obrazı göstəririk. Sizin o qaranlıq tərəflərinizdən danışın desək, ağlınıza nə gələr? Yox, mən ümumiyyətlə həyatda hamı sosial maskanı geyinib gəzir, aydın məsələdir. Yəni, hansısa bir qəhrəman oynayırıq da. Mən qaranlıq tərəf deyəndə ki, mənə aid olan qapalı tərəflə gizli tərəflə elə mənə də məxsusdur. Mənə ölənə kimi də mənlə qalmalıdır. Mən belə başa düşürəm. Çünki mən hər şeyi bölüşməyi sevmirəm. Çünki elə şeylər var ki, insanın özündə və Allahla onun arasında olan bir şeydir. Orada qalsa daha yaxşıdır da, məhrəm qalsa daha yaxşıdır. Amma mənə aid olan bəzi şeyləri ki, insanlar görmürlər, ətrafda olanlar, ümumiyyətlə məni yaxşı tanımayanlar çoxdur da, təbii. İnsanı hamı yaxşı tanıya bilməz və insanın özünü yaxşı tanımır. Axırda başa düşür ki, o kimdir əslində. Amma mən qaranlıq deməzdim. Mənə aid olan şeylər xarakterlə bağlıdır. Yəni, insanlar elə bilir ki, Nofəldir, həyatda elə hər bir şey belədir, lağlağıdır, deyir, gülür, qeyri-ciddidir, filan vergüllər çoxdur. Ola bilər mənim oynadığım qəhrəmanlar, obrazlar və yaxud da hansısa bir işlər onu, və yaxud da hansısa bir antropoloji quruluşun bəlkə ona imkan verir, amma elə deyil. Mən Azərbaycanda bəlkə deyərdim ki, sənət adamlarının içində ən dəqiq adamlardanam. Yəni, mən həyatımda bir də beş yerə gecikməmişəm. Heç bir yerə. Bu mənim həyat prinsipimdir. Yəni, insan gecikməməlidir. Və gecikən insanları sevmirəm. Qətiyyən sevirəm, kimliyindən asılı olmayaraq. Ən yaxınım olsa belə qəbul eləmirəm və bağışlamıram. Dəqiqliyim var. Məsəl üçün, lazım olan yerdə lazım adamlarla zarafat edirəm. Ümumiyyətlə, bizim, bilməm, hansı yumor ifaçısı onu demişdi ki, insanlarda hərdən belə bir şey var ki, camiyyədə. Hər an zarafat gözləyirlər səndən. Hər anda zarafat eləyirlər. Belə bir toplum var, belə bir qəbilə var ki, həmişə zarafat eləyir. Mən onu başa düşmürəm. İnsan necə hər saniyə bir zarafat eləyə bilər, hər saniyə lağ-lağ eləyə bilər, qeyri-ciddi ola bilər. Hər bir şeyin öz anı var, məqamı var. Yəni, zarafatın da öz yeri var, ciddiyyətin öz yeri var. Ümumiyyətlə, hər bir halın, affekt halın, hər bir halın, ruh halının öz yeri var da. Yəni, o yeri olmalıdır. Mən, məsəl üçün, mənə başa düşmək üçün gərək mənlə tez-tez ünsiyyətdə olacaq. Yəni, mənə baxıb izləməklə heç şey başa düşmək olmaz. Düzdür, mənim bəzi yaradıcı məqamlarım var ki, ona diqqətlə baxsan, analiz edirsən, onda başa düşərsən ki, məsələn, mən kimi. Amma səthi baxanda, istənilən insana səthi baxanda heç nə başa düşmək olmaz. Ona görə də biraz dərinə getmək lazımdır. Dip deyirlər də ona, dərin. Biraz əvvəl qeyd elədiniz ki, gecikmək. Bəs bu həyatda sizcə nəyə gecikmisiniz? Ümumiyyətlə, nəyə tələsmisiniz? Biz ölümə tələsirik ən çox, ömrümüzdən gedir. Məsələn, mən doğum günü heç başa düşmürəm. Çünki doğum günündə sevinən insan ölümə bir gün tələsir də, yəni bir il tələsir. Yəni, orada sevinməli bir şey yoxdur. Əgər 42-dirsə, deməli, bir ildə getdi də, yəni. İnsan ümumiyyətlə ölümə tələsir. O da ölüm də haqdır da, təbii ki. Amma nəyə gecikmişəm, onu bilmirəm. Çünki həyatda nə baş verirsə, Allahın əlində olan şeydir. Yəni, mən nəyəsə gecikib, nəyəsə tələsdiyim haqqında heç bir qərar verə bilmərəm. Bəzən biz elə hesab edirik ki, biz yeni bir karyeranı qurmağa gecikmişik, ailə qurmağa gecikmişik, yeni dostlar tapmaq. Məncə, bunların hamısı qurulmuş, ruslar deyirlər də, pastanovkadır. Bunun hamısı Allah qurub. Yəni, nə varsa hər şey anında, zamanında və məqamındadır. Heç nə gecikmə, heç nə tələsmir.
Hərdən deyirlər, biz poetik deyirlər ki, ayda ölümə tələsən insan. Ölümə tələsmirsən. Allah yazılan vaxtıda o vaxtıda öldün. Və yaxud da ki, filan şeyə gecikdin, mən öz yarımı tapa bilmədim. Yarın o vaxtı gəlməli idi. Ona görə də mən onu hesab eləmirəm. Mən bilə-bilə insanın özünün gecikdirdiyi şeylər var ki, birbaşa səndən asılıdır. Onu gecikdirmək olmaz. Yəni əgər bu proyekt, bu layihə, bu iş, bu məqam, bu yəni hansısa bir detal bu vaxt olmasa, əgər sən onu 3 il saxlamısan, o sənin problemindir. O artıq qeyri-punktuallıqla bağlı bir şeydir. Nofel, biz hər nə qədər desək ki, özümüz üçün yaşayırıq, amma cəmiyyət çox böyük rol oynayır. Sizcə ümumiyyətlə cəmiyyətdə çox qabardılmayan hansı problemlər var ki, siz düşünürsünüz ki, o problem haqqında kifayət qədər danışılmır? Çünki biz baxırıq ki, hər kəs danışır. Amma bəzi problemlər var ki, onlar haqqında kifayət qədər danışılmır. Biri var füzulluq eləmək, lağ-lağ, boş-boğazlıq eləmək. İndi hamı danışır. Evet. Hərə bir studiya götürüb icarəyə, hərə bir mikrofon alıb ağzına gələn danışır. Yəni sosial peşəsindən asılı olmayaraq, yəni həkimi də danışır, futbolçusu da danışır, rəssamı da danışır, aktyor hamı danışır. Amma nədən danışırsan, niyə danışırsan, nə cür danışırsan və nəticə nədir? Ümumiyyətlə insan danışanda çox az danışmalıdır. Əgər çox danışırsa, mənalı danışmalıdır. Əgər bir danışdığın şeyi bir nəticəyə verəcəksə, danış. Verməyəcəksə, ən azı 1-2 sən nəyə görəsə enerjini boşaldıb danışırsan da. Yəni indi o qədər danışılası mövzu var ki, amma təəssüf ki, danışırsan düzəlmir və yaxud da danışan yoxdur. Birinci növbədə mən elə düşünürəm ki, ictimai mövqeyi möhkəmləndirmək lazımdır. Vətəndaş mövqeyimizi bilmirik. Biz insanlar, Azərbaycan insanları xüsusilə bir etnos olaraq, xalq olaraq vətəndaş mövqeyimizi bilmirik. Yəni biz bilmirik ki, elementar bunu eləmək olar, bunu eləmək olmaz, bunu eləmək gərəklidir, bu qadağandır, bunu ümumiyyətlə eləsə çox pis ayıb olar, yaxud da bu ayıb deyil, bunu rahat eləmək olar. Ona görə də mən elə gəlir ki, ictimai qınağı daha çox eləmək lazımdır. Birbaşa hər şey ictimai qınaqdan başlayır, vətəndaş mövqeyinə. Əgər sən görürsən yerdə zibil varsa, şərt deyil ki, buna aid bir video çəkəsən, sosial çarx çəkəsən, nəyisə tənqid eləyəsən, özün götür at. Vallahi bəlkə də bir adi gəlir. Mən dəfələrlə küçədə gedim görüm zibili götürüb atıram. Mən ayıb gəlmir. Mən 10 nəfər, 3 nəfər tanıyırım. Zibildir də. Mən götürüb onu atandan sonra kimsə götürüb atacaq. O da ona baxıb atacaq. Çünki hamısı təbəqəli bir-birinə silsilə kimi bağlı olan bir şeydir. Ona görə də hamı vətəndaş mövqeyini bilməli. Vətəndaş mövqeyini biləndən sonra qalan şeylər yavaş-yavaş qaydasına düşür. Aydındır. Sizin belə şəxsi bir sual verim ki, sizin ən böyük qorxunuz nədir? Ümumiyyətlə unudulmaq, yoxsa yaxşı xatırlanmamaq? Biraz əvvəl də qeyd etdiniz ki, məsələn, zibil görürəm, atıram. Bunu heç kəs görmür. Amma sizin proyektləriniz, hansı ki, televiziyalarda illərlə müxtəlif vəzifələrdə çalışmısınız. Yəni, bu vəzifələrin nəticəsində siz unudulmaqdan qorxursunuz, yoxsa ümumiyyətlə düzgün xatırlanmamaqdan, düzgün fikrinizi ifadə etməməkdən? Mən bu sual mənə 3 il əvvəl verilmişdi. Mən ümumiyyətlə insanın özünü unutmağından qorxuram. Kimisə məni unutmağı vacib deyil. Çünki insanlar bəzən Allahı unudurlar. Nofel kimi. Yəni, mənə kimsə unudacaq, oturub onu dərd edəcək, vay, mənə tanımalı. Mən ümumiyyətlə həyatda heç vaxt, Allah şahiddir ki, heç vaxt nəyə görəsə bir iş görməmişəm. Hansısa məqsədlə. İnsanlar müəyyən məqsədlərlə bir iş görürlər. Bir məqsədə çatmaq üçün ki, məsəl üçün ali məqsədim var ki, bunu həyata keçirir. Yoxsa mənim bir məqsədim var ki, mənə 100 min adam tanıyacaq. Allah şahid ki, mən heç vaxt onu düşünməmişəm. Çünki mənim üçün prioritet o deyil. Həmişə sual verirlər. Siz tanınmış adamsınız, sizi tanıyırlar. 2026-cı il indiki sosiumda tanınmaq 2-2-dir. İstənilən heç kimə lazım olmayan adam bəşəriyyətin ən tanıdığı adam ola bilər. Məsələ o deyil. Tanınmaq var, sevilmək var, qəbul olmaq var, analiz olmaq var. Mən həmişə təhlil olunmağı düşünmüşəm ki, 3 nəfər normal, adekvat, ağıllı adam oturub mənə təhlil eləyəcək. Yaxşı yox, pis də təhlil eləyir. Amma təhlil olunmaqdır. Mənim üçün prioritet odur. Yəni, yoxsa ki, mənə tanıyırlar. Hansı bir əqqabını göstər gündə, amma tanıyacaqlar onu istər-istəmədən. Amma mövzu təhlil olunmaqdır. Vay o gündən ki, insan öz-özünü unutsun. Gözünün qabağında bir ildən sonra baxsın ki, sən kimsən? Məsələ odur. Mən ondan həmişə qorxmuşam. Amma illərin sənətkarları var ki, bəşəriyyətin ən böyük sənətkarları olub ki, 50 ildən sonra unudulurlar. Hətta həmin dövlət, həmin camiyə, həmin toplu tərəfindən. O da bəlkə ki, o heç bir şey yaramır. Ən azı onun həyatdakı missiyası var da, yəni işini görüb gedib. Mən ondan qorxmamışam. Mən özümlə özümü unutmağımdan həmişə narahat olmuşam. Bəs 50 il sonra siz Şahlar Quliyevin oğlu kimi sizcə tanınacaqsınız, yoxsa Nofel Şahlar oğlu kimi? Mən bir dənə şey bilirəm ki,
Şahlar Quliyev əgər Azərbaycan teatrı tanıyırsa, Azərbaycan operasına dəyər verən, ən azı bir dəfə tamaşaya baxan adam tanıyırsa, bu kifayət eləyir. Amma Novfər Şahlaroğlu, Novfər Şahlar Quliyevin oğlu kimi tanısalar da, tanımasalar da, lap mənim özüm kimi tanısalar da, cəmiyyətin çox böyük əksər hissəsi heç bilmir mənim atam kimdir. Amma mən bir dənə şey bilirəm ki, mən Şahlar Quliyevin oğluyam. Əsas mən onu bilirəm. O Əsgər Fərhadin filmində deyir, atası Halis Yemir dedi ki, o səni tanımıraq, əsas mən onu tanıyıram. Yəni ki, mən bir şey bilirəm ki, mən Şahlar Quliyevin oğluyam. Əsas odur ki, mən onu yadda saxlayıram və hər zamanda mən unutmuram ki, düzdür, çox səhvlər edirik, çox günahlarımız var, çox xətalarımız var. O qədər ki, çirkablar bura kimi, xirtdəyə kimi günahların içindəyik. Amma mən bir dənə şey həmişə yadımda saxlayıram ki, mən Şahlar Quliyevin oğluyam. Nə onun sənətinə, nə onun şəxsiyyətinə, mən heç vaxt ona çata bilmərəm. Yəni ona böyük bir yol lazımdır, o da mümkün deyil. Amma mən istəyərdim ki, insanlar məni Novfər kimi yox, elə Şahlar Quliyevin oğlu kimi tanısınlar. Çünki Novfər kimi aktyorlar çox olacaq Azərbaycanda və 100 deyəndə olacaq və 100 ildən sonra, 50 ildən sonra. Amma Şahlar Quliyev kimi ifaçı Azərbaycan teatrına 300 ildə bir dəfə gələk gəlməyə. Bəs sizcə yaxşı insan olmaq çətindir, yoxsa yaxşı valideyn? Bu birisi necədir? Valideyn avtomatik insandır da, bu bəllidir. Yəni, hamımız peşəmizdən asılı olmayaraq, vəzifəmizdən insanıq. Kök olaraq insana yüklənirik. Amma məsələn, ola bilər ki, bir insan yaxşı həyat yoldaşı olsun, yaxşı işçi olsun, amma yaxşı valideyn olmasın. O məsələ də var. Bu işlərə biraz individual baxıram. Çünki heç vaxt standart olmamışam. Həyatda heç vaxt standart baxmamışam. İnsanların bir yolla getdiyi, bir yolla, məsələn, bir cığırla getdiyi şey mən heç vaxt getməmişəm. Kimə görəsə, fərqlənmək üçün yox, mənə maraqlı deyilsə, təhlil eləmişəm, getməmişəm oradan. Mən hamı kimi baxa bilmirəm. Ola bilər ki, hətta bilsən belə söhbətlər olur ki, filan kəs filan şey eləmədə atalıq yoxdur onda, ya da filan kəsdə bir damcı analıq hissi yoxdur. Sən nə bilirsən onu? Hər şey individdir. Dünyada nə qədər insan varsa, o qədər xarakter var, o qədər temperament var, o boyda da enerji var. Hamı necə eyni ola bilər? Ana standart, ana durdu, belədir, yeməyi pişirdi, sağlıq edir. Bu sənin peşə borcundur, bu sənin sosial borcundur, bu sənin energetik borcundur, bu sənin məsuliyyətindir. Amma sən hamı kimi eyni cür necə eyni şey ötürə bilərsən? Mən qızımı böyütdüm, boşadan tərbiyə verdim, ərə verdim. Ya bu standartlar deyil. Məsələn, mən valideyn olaraq öz borcundan nə qədər çıxmışam bilmirəm. Amma mən nə qədər hiss edirəmsə, o qədər ötürə bilirəm. Məsələn, ola bilər ki, ata var ki, hər şeyi belə də salıb öz belə çərçivəsində energetik bir bağ yaradıb, hər şey orada kontroldadır, himayədədir, hər şey edə salıyor. Ata var ki, tam belə rahatdır. Ata var ki, ümumiyyətlə maraqlanmır. Onların öz həqiqəti var. Mən demirəm, ailənin başını bıraq getsin, elədir. Amma hər adamın öz ayıra biləcəyi enerji var və nə qədər onu eləyə bilirsə, ola bilər ki, mən o qədər yetərincə diqqəti göstərməmişəm. Amma o mənim məsuliyyətsizliyimlə, etinasızlığımla, sevgi göstərməməyimlə bağlı deyil. O mənim şəxsi xarakterimlə, mənim peşəmlə və s. şeylərlə bağlıdır. Yəni mən elə başa düşürəm. Novfər bəy, siz tanıdığımız qədərilə çox yaxşı və tanınan bir aktyorsunuz. Sizcə bu istedada yoxsa zəhmətə bağlıdır? Yox, mən ümumiyyətlə dünyada aktyorlar, zəhmətkeş aktyorlar var. Bir də var istedadlı aktyorlar. İstedadlı və zəhmətkeş olmaq ən çətin məsələdir. Mən bilmirəm mən nə qədər istedadlı adamam, nə qədər savadlı adamam, amma mən bir şey bilirəm ki, zəhmət dünyada ən vacib şeydir. İnsan əgər zəhmət çəkmirsə, insan əgər araşdırmırsa, oxumursa, öyrənmirsə, məntiqini işə salmırsa, dünya görüşü yoxdursa və s. məsələ yoxsa heç vaxt uğuru qazanılmaz. Ən vacib məsələ mənə görə insan dolu olmalıdır. Ağıllı olmaq, intellektual olmaq, dünya görüşü və vergüllər çoxdur da burada. Onlar ayrı şeydir, amma dolu olmaq, dərin olmaq hər adama aid olan bir şey deyil. Çox intellektual adamlar var, çox ali təhsilli, savadlı, çox vergüllər var, amma dolu deyil. Dolu olmaq, dərin olmaq hər adama nəsib olmayan bir şeydir. İnsan yaradıcı adamdırsa, musiqiçidirsə, rəssamdırsa, heykəltaraşdırsa, aktordursa, fərq etmir də, yaradıcı camiyyənin içində yaşayan adam, yaradan adam, orada olan adam mən elə gəlir ki, dolu olmalıdır, dərin olmalıdır, individual olmalıdır. Bu doluluğu, bəs dərinliyi, doluluğu yaradan vaxtında yaşanan travmalarla qaynaqlana bilər. Çünki daha çox mənə elə gəlir ki, çox şey yaşayan insanlar daha dolu olurlar və dünyaya daha fərqli pəncərədən baxırlar. Mən deməzdim ki, bu birbaşa travmalarla bağlıdır. Bəzən hər şey gözəl olan insan da dərin olur. Hər şey yerindədir. Bir travması olmayan insan belə dolu olur. Məsələ sənin baxış bucağındandır.
eyni ailədə böyüyən, eyni cür uşaq, hətta əkizlər var ki, baxırsan tam fərqlidir. Eyni hər şey komfort Onda yaşayır. insanın özünü Əlbəttə ki, tərbiyələndirməsi bəli, böyük rol oynayır. individual məsələdir. Yəni baxırsan ki, hamı travma ala bilər, amma hamı dolu olmur axı. Eyni travmanı minlərlə adam yaşayır. Amma baxırsan ki, o aldığı travmadan nəticə çıxardır. O aldığı travmanın təsiri altında yaşayır və elə də ölür. Amma adam var ki, o travmadan həyatda elə şeylər edir ki, baxırsan ki, vau, nə gözəl oldu. O travma almasaydı onu eləyəcəkdi. Sadəcə onun üçün bir balaca bir təkan oldu ki, hə, öz beynini işə salsın. Ona funksional olaraq kömək eləyir. Mən belə başa düşürəm. Gəlin biraz bu cəmiyyətin ən yaralı nöqtəsinə toxunaq. Kişi-qadın mövzuları həmişə aktual olub. Sizə görə hazırki qadınlar necədir? Vuruşan, döyüşən, öz pulunu qazanan. Sizcə kişilər dəyişib yoxsa qadınlar? Söhbət maddiyyatdan gedirsə, qazanmaqdan, pul qazanmaqdan və sair şeylərdən gedirsə, qadınların işləməyə normaldır. Qadın işləyir. Ola bilər ki, sabah ailə başçısı vəfat eləsin, hər şey ola bilər də. O normal bir şeydir. Bəli. İndiki sosiumda insanların pozisiyası dəyişib. Heç nə yerində deyil. Yəni, məsələ kişi-qadın münasibətlərində getmir. İnsan ümumiyyətlə xarakteri dəyişib. İnsanın cəmiyyətə münasibəti dəyişib. İstər kişi ol, istər qadın ol, fərqi yoxdur. 100 il bundan əvvəl elə deyildi. Çox əvvələ getmirəm. Elə 100 il bəs eləyirdi. Hamı öz pozisiyasını bilirdi. Hamı bilirdi ki, nəyi necə eləmək olar, nə nətər olmalıdır, nə hansı formada daha yaxşı olar. Amma indi baxırsan ki, adi bir xırda yaxşılıq, balaca bir davranış, balaca bir etiket, balaca bir enerji, balaca bir ötürmə wow-ya çevrilib ki, vay, nə gözəl insandır. Adi bir şeydir, sənin borcundur onu eləmək. Vətəndaş borcu. Yəni, məsələn, bir qadındır, bir kişiyə kömək eləyir. Hətta bir kişi bir qadına kömək eləyir. Biri bir uşağı qaldırdı, biri bir 50 keçirtdi, biri nəsə elə. Bu borcumuz da vətəndaş insan borcudur. Bunu o qədər şişirdirlər, bunu o qədər qloballaşdı. Heç nə yoxdur burada. Bu, yəni bunu heyvanlar da eləyir, normaldır. Yəni. Bu, amma mənə elə gəlir ki, insanların zaman keçdikcə robotlaşmasından irəli gəlir. Təbii də, yəni robot. Çünki rəqəmsal dünya inkişaf elədikcə insanlar robotlaşmağa doğru gedir. Bu da onlara bir təsir bağışlayır. Əslində, yəni mən hələ bundan sonra 50 il sonra nə olacaq, 100 il sonra nə olacaq, mən bilmirəm. Amma işləmək məsələsi qalanda tənbəllik var. İndi insanların çoxu tənbəldir, çalışmaq istəmirlər, işləmək istəmirlər və pozisiyalar dəyişir. Baxırsan ki, o deyir ki, mən işləyirəm, mən baxıram, bu deyir ki, mən işləmirəm. Tənbəlləşmə gedir və insanlar çox tənbəlləşirlər. Ona görə insan düşünməyə belə tənbəllik eləyirlər. Əvvəl sosiumda necə idi? Otururdun, baxırdın, 1 saat filmə baxa bilərdin, 2 saat tamaşaya baxa bilərdin, 50 dəqiqə, 40 dəqiqə. İndi deyirlər ki, birinci 3 saniyəni tutmalısan. Görsəm, nə qədər maraqlı olmalısan ki, ilk 3 saniyəni tutmadınsa, 5-ci saniyədə sənə heç kim baxmayacaq. Gör, nə qədər insanlar səbirsizlər. Alqoritm necə dəyişib. Yəni, bu işlə bağlı deyil. Bu insanların hər şeyə laqeyd yanaşmasının, tez ötürməni informasiya, tez lakanik. Mən elə bir saat o səbirsizliklə bağlıdır və bu dünyada baş verən bir şeydir. Yəni, insanlar artıq sənə 50 saniyə dinləmək istəmir. Nəyə ki, 1 saat. 5 saniyə sən onu enerjini ötürmədin, getdi. Və bu biraz zamanla bağlı bir şeydir. Elə bir ki, hər şey qısalıb, yəni. Münasibətlər də qısalıb, sevgi də qısalıb, hörmət də qısalıb, hətta nifrətin özü belə qısalıb. Nifrətin özü maraqsız olub. Bizdə adətən deyirlər ki, Sovet dövründə bizdə belə deyildi, Sovet dövründə qadın hər şeyə dözürdü və s. və ilaxır. Amma indi tamamilə fərqlidir. Qadınlar münasibəti, elə tək qadınlar yox, elə kişilər özləri də münasibəti tam irəlilədə bilmirlər. Amma mənə elə gəlir ki, bu mənim şəxsi düşüncəmdir ki, əvvəllər olan münasibət elə idi ki, xalası qızını görür, çox belə əlində böyük bir sosial media yox idi onlarda və çox seçimlər də yox idi. Mənə elə gəlir ki, indi qurulan düzgün münasibət əvvəlki qurulan münasibətlərə nisbətən daha güclüdür. Siz nə düşünürsünüz bu barədə? Ailə evlilik məsələsində danışır. Həm evlilik məsələsi olsun, həm münasibət qurmaq olsun. Çünki indi seçim çoxdur və bu seçimin içərisində birini tapıb ona dəyər vermək və uzun müddətli bir münasibət aparmaq daha mənalıdır. Çünki bu seçimlərin arasından seçibdir. Yəni bu artıq onun öz istəyindən irəli gəlir. Hər bir şeyin yaxşı və pis tərəfləri var. O tərəfdən mən razıyam ki, əvvəllər belə idi ki, filan ki, xəbərin yoxdur. Ay, birisi evləndir. Bu nətər oldu? Bu necə baş verdi? Təbii, çünki evlənmək, ailə qurmaq, bir uzun yolu getmək hədiyyə deyil, oyuncaq deyil, belə zarafat bir şey deyil. Amma insanlar onu çox adi bir şeyə çevirmişlər. Bu
sosial media, bir texnologiya, inkişaf təbii ki, fərqlidir də. Yəni hər şeyi araşdıra bilirsən, görə bilirsən, analiz edə bilirsən, münasibət qura bilirsən. Təbii ki, inkişafdır da, bu yaxşı bir şeydir. Amma bəzən görürsən ki, bu cür münasibətləri, bu cür rahat qurub sonra çox pis olanda adama çox təsir edir. Amma əvvəl kim o pis olanda o sənə o qədər təsir eləmir. Çünki sən bunu o qədər yaxşı tanımırdın. Bunun bu tərəfləri də var da, yəni. Amma mən hərdən o dövrlər üçün darıxıram. Biz hansı dövr üçün? Saf dövrlər var idi ya, hər şeyin saf dövrü. O nostalgiya deyil, bəlkə bunu nostalgiya ilə bağlayırlar. Ya bu nostalgiya deyil, bu doğrudan da saflıq dövrüydü. Yəni insanlar məktub yazmayıblar bəlkə də son 30 ildə kimsə kiməsə. Məktubların bu dəqiqə heç mən inanmıram kimsə məktub ala haradansa. Məktub ala biləsə heç nə pul qoyma, konvertdən bağlanın ki, məsələn toy haqqında, yəni ancaq o toyda istifadə olunur ad günündə. Hətta müəllimə hazırlıq pulu versən, arada ayıb da belə vermək, yəni. Amma insanlar o məktubun mürəkkəbi görməyiblər, bəlkə də son 20 ildə. O məktubun o iyi var, o intizarını görmürlər. Hələ ki, indi kitablar moda olub, kitabı da artıq modelə çeviriblər də. Bəzi adamlar kitab paylaşırlar, kitab əlindəsə, kitaba sevgidən irəli gəlmir. Bu, mənim də kitabım var, mən də kitab oxuyub sosiallaşa bilirəm mövzusudur. Yəni, bu kitab oxumaq deyil. İnsanlar qəzet oxumurlar, kitab oxumurlar, jurnal vərəqləmirlər. Təbiətə çıxırlar ancaq yeyib içmək üçün, istirahət üçün. Təbiətə çıxıb təbiətin gözəlliyini başa düşmürlər. Təbiətdə gözəlliyi axtarırlar, təbiətin gözəlliyini yox. Məsələ odur da, yəni. Ona görə mən o saflıq üçün darıxmışam. Deyir o, zamanə dəyişib. Zamanə dəyişmir, bir insanlar dəyişir. Həmən zamandır, həmən dövrdür, həmən vəziyyətdir, həmən evdir, həmən binadır. Atmosfer düzə çirklənir, o yenə də havadır da. Yəni azotla nəfəs almırıq, oksigendir təbii. Amma münasibətlər dəyişir. Yəni dəyərlərimiz itib. Hər şey itib də. Yəni bunu 80-lər, 70-lər, 60-lar anlayırlar. İndi 2010, 2020, 2030-un uşaqları necə olacaq, mən yalan deyərəm. O vaxtı biz bilməm, görəcək, görməyəcək, amma mən çox narahatam. Yəni 15-20 ildən sonra nə olacaq? Çox narahatam, çünki demək olar ki, bir şey qalmayıb. Yəni bir də bir şey mənim üçün narahat edib, daha doğrusu çox qəribə gəlib mənə. Biz cəmiyyətdə, bizdə, öz toplumumuzda çox ayıb olan bir şey, həddindən artıq ayıb da bunu demək, bizim üçün adi bir şey olub. Məsələn, ayıb nədir sizin üçün? Amma çox adi olan bir şey, çox ayıbdır əslində. Yəni, ayıb birisi nədir? Ayıbın da bir dərəcələri var da. Birinci kateqoriya var, 2 var, 3 var, 4 var. Məsələn, mənə görə qışqıra-qışqıra danışmaq ən böyük ayıbdır. Amma biz orada, nə olur, qışqıra verin, qışqıra qışqıra. Mənə görə növbəni pozmaq çox ayıbdır. Mənə görə gecikmək ayıbın ayıbıdır. Məsələn, mən bundan ayıb şey saymıram. Sən iş görüşməsinə gəlsən, 1 saat gecikirsən. Mən ayıb da deyil, ayıbdan da pisdir bu. Bu çox böyük hörmətsizlik mənə görə. Dəfələrlə olub ki, mənə çağırırlar görüşə, gecikiblər, mən çıxıb getmişəm. Mənə ayıbdır da, yəni sən mənə hörmət eləmirsən, nətər yəni məsələn 40 dəqiqə soyuqda niyə gözləməliyəm? Mənə görə yaradıcı adama dırnaq arası baxmaq ən böyük ayıbdır. Mən ayıbı geyimlə və sair şeylərlə ölçmürəm. Əslində əxlaq göstəriciləri var, onun da bir normativləri var. Amma mənə görə ayıb olan şeylər indi insanlar tərəfindən nə olur, nə var ki? Amma insanların ayıb gördüyü şey mənə görə çox absurddur. Məsəl üçün, elə şeylər var ki, yəni çox adi bir şeydir də, yəni. Kimsə rahat gedir filan yerə, kimsə oturub məsəl üçün yazı yazır hardasa, deyir, abi ayıb deyə bu niyə belli? Və yaxud da filan kəs bu işlə məşğuldur, balet oynayır. İnsanlar üçün balet oynamaq ayıb gəlir. Geyim sizcə əxlaq normasıdır? Bu çox ciddi məsələdir. Bu biraz uzun söhbətdir. Əslində şablon sualdır, amma müzakirəyə də açıqdır. Şablon demək ki, mən həyata baxışım biraz başqa cürdür. Geyim əxlaq ölçüdürmü, yoxsa əxlaq ölçüsü deyilmi? Sual. Mənim ailəm ibadət əhlidir. Mən ailə haqqında danışmaq sevmirəm. Bu sualı cavab vermək üçün bunu net deyim. Yəni, mənə görə ailəm necədirsə, məsələn, mən elə görürəm ailəmi. Mənə görə o elə olmalıdır. Çünki mənə məxsusdur. Başqaları nəsə mənim heç bir işimdə, çünki başqaları məni qətiyyən narahat eləmir. Yəni, bu mənə məxsusdursa, mən ona görə narahatam. Amma başqalarına görə mən narahat deyiləm. Seçim onu, istəyirsən lüt kəs, istəyirsən dəmir maska giyin, istəyirsən nə bilim, belə, bu sənin seçimindir. Mənim seçimim budur. Sənin seçimin nətərsə odur da, yəni. Mən belə baxıram.
Nofər bəy, biraz əvvəl biz danışdıq, bizdən sonra gələn nəsillərlə bağlı. Son zamanlarda sosial medialarda yəqin ki, siz də şahid olursunuz ki, yeni nəslin uşaqları, məktəblilər əsasda zorakılığa meyllidirlər. İndi mən bunu istəyirəm ki, siz film sahəsində ixtisaslaşmış bir insansınız. Mən istəyirəm ki, bu baxımdan sizdən soruşam ki, bu sosial mediada da müzakirə olunmuşdu bu mövzu. İndiki çəkilən filmlər bizim uşaqların alt beyninə belə zorakılığı təlqin eləyir. Siz bu barədə nə düşünürsünüz? Sizcə filmlər rol oynayırmı? Əsas da bizdə bunu əsaslandırırlar türk filmlərinə. Yaxşı sualdır. Mən 22 ildir bu sferadayam. 20 ildir kinematografiya sferasındayam. İllərdir pis, yaxşı, irili xırdalı hansısa bir layihələrdə hansısa bir rol almışam. Və çox rejissor görmüşəm. Belə, üzr istəyirəm, əldə qayırmaları tanımıram, amma normal rejissoranın demək olar ki, hamısını tanıyıram, çoxunu işləmişəm. Həmişə mənə maraqlı olub və həmişə demişəm, kimə ki, əri kimi çatıb. Yaşlı adamlara biraz demək olmur, təbii ki də, biraz ego məsələsi var da orada. Amma öz yaşıdlar və özümdən kiçik olanlara çox rahat bunu deyə bilirəm. Kino xüsusilə audio-vizual ekran sənəti, təsvir sənətidir. Bütün sənət nümunələrinin estetik meyarları var. Bunlar hamısı ötürürlər bunu. Təəssüf ki, biz elə başa düşürük ki, kinematografiya, kino, teletamaşa, serial, entertainment kimi, əyləncə kimi baxırlar. Elə deyil, bəli. Nə edirsənsə, onun altında bir mesaj dayanır. Onun altında bir ötürmə var. Altında yoxla belə üstündə ötürmə var. Sənin ötürdüyün şey elə bir şey ola bilər ki, baxarsan ki, ayda, avtomatik sənə bunu təlqin eləyir, reklam eləyir, bunun yaxşı olduğunu göstərir, birbaşa yadına salır, yadına düşməyən şeyi. Təbii ki, sən bunu elə göstərməlisən ki, təsvirdə onu birbaşa reklam eləməməli, təlqin eləməməlidir. Bəli, zorakılığın, bullyingin olduğu dövrdə məktəblər, mən hər dəfə qabağıma çıxır, ayrı-ayrı ölkələrdə uşaq vurur, bir məktəb uşaqları döyürlər, direktor bunu döyür, bu onu vurur. Yəni, insanların agresiv, zoraki, çox belə olduğu dövrdə xüsusən uşaqlarda zorakılıq var. Balaca uşaqlar o, baxırsan 5-ci sinifdə belə gəzir, 150 yaşı var da, yaş qocalıq belə. 5-də oxuyur, 6-da oxuyur, çiynində çantama baxırsan ki, belə bir Mafiya kinolarından qaynaqlanır. Elə bir Polad Ələmdar gəlir, belə bir imkanı olsa əli silah atar. Biz onları bayaq qeyd elədik, Sovet dönəmində necə idi? Yalancı ola bilər də, Sovetin öz təbii ki, çürük, iflasa uğramış tərəfləri vardı. Zaten uğramışdı yaranandan. Amma At Ulыбki multiplikasiyası var idi, çizgi filmi vardı, Yenot anasına deyir, ana bu niyə görə orada bir gölməçədə mənə biri baxır, deyir, sən bir dənə ona gülümsə yaxşı olacaq. Mən bağçada oxuyanda, o yeri bağçada olanda hər gün onu oxutdururdular bizə. Bezmişdik, At Ulıb, mən onda başa düşdüm ki, bunu bizə rutin kimi eləyiblər ona görə ki, biz həyata təbəssümlə baxaq. Bir dənə təbəssüm belə hər şey dəyişir. İli bizdən tutmuş filə kimi də. Ona görə də insanlara Sovet multiplikasiyası dünyada birinci idi. Təsvir baxımından yox ha. Təbii ki, Disney multiplikasiyası yanında heç nə idi. Amma ötürdüyü mesaj, göndərmələr möhtəşəmidir. Bəzilərini açıq göndərirdilər. Baxan ki, başa düşürsən ki, ayda bu o deməkdir. Bəzilərini subliminal gizli ötürürdülər. Amma indi bizim göndərmələrimiz çox pisdir. Açıq, lap pisdir. Gizli də ki, belə baxırsan ki, bu nə verdi bizə? Tam razıyam, yəni uşaqlara, yeniyetmələrə zaten korlanmış, biraz belə, korlanmış pis mənada demirəm. Yəni ki, belə də, bir aqressivdir, balaca bir şey olan kimi qaynayırlar, özündən çıxırlar. Bunları maksimum sakitləşdirmək lazım. Amma sən durub, hansısa bir serialda, filmdə, aqressiyanı, negativi, başqa şeylər ötürdünsə, deməli, birbaşa sənsən günahkar, audio-vizual olaraq, yəni sən kino adamı olaraq, yaradıcı adam olaraq, sən onda başqasından nə gözləyirsən? Sən əgər ekranda bunu təbliğ edirsənsə, sonra deməli deyirsən ki, uşaqlar koran verir, podcastlara görə biz nə təbliğ verir? Deməli, problem səndədir, sən yaxşı şeylər ötürməlisən. Ona görə də belə o şeylərə diqqətli olmaq lazımdır. Reklamda belə, xırda verilişdə belə, balaca bir komiksə belə fərqi yoxdur. Nə çəkirsən, nə ötürürsən, ötür. Diqqətli olmaq lazımdır o nüanslarda. Diqqətli olmaq lazımdır. O nüanslarda çox diqqətli olmaq lazım. Mən elə başa düşürəm.
Azərbaycanın adət-ənənələri, etik kodeksləri olan filmlərin çəkilməyi ümumiyyətlə gələcək zamanda planlaşdırılırmı? Bu film sənayesində əsas əksikliyi harda görürsüz? Yoxsa zaman keçdikcə siz elə düşünürsüz ki, daha da pisləşəcək? Mən film sektorunda hər hansı bir postda deyiləm, vəzifədə deyiləm. Düzdür, postda olan dostlarımız var, tanışlarımız var, lap yaxın dostlarımız da var, heç yaxın olmayan dostlarımız da var. Amma kinematografiya son 20 ildə bəzi tarixi filmləri, ciddi dəyərli filmləri qoyuram qırağa. Yəni o yerdə qalanları deyirəm də, kommersiya filmləridir və s. sifarişdən çəkilən şeylərdir. Kinematografiyada mən gələcəkdə 2 yol görürəm. 20 il bundan sonra. Yenə də o yolu bəlkə mən görmədim də. Ya Azərbaycan kinematografiyası fiyaskoya uğrayacaq, bildiyiniz sıfır. Yəni çox biabırçı bir vəziyyətdə olacaq. Ya da ki Sovet dövrünə qayıdacaq. Necə ki Azərbaycan kinosu Şəriki Çörək kimi A kateqoriyalı filmlər çəkirdi. Hətta bizim B, C kateqoriyalı filmlər indi ən gözəl filmlərdəndir bəlkə SNG səviyyəsində. Kino lentə çəkilmiş təbii ki, filmlərdən gedir söhbət. Zaten kino lentə çəkilirdi 91-ci ilə qədər. 91-dən sonra da bəzi filmlər sifarişdən lentə çəkilirdi. Bunun üçün nə etmək lazımdır? Hə, bunun üçün ciddi bir dənə proqram var, islahatlar keçirilməlidir ki, o proqramlarda islahatları da elə bir adekvat, elə bir təhsilli, elə bir ağıllı kinematografiyanı, ekran dramaturgiyasını, kino psixologiyasını, kinonun cəmiyyətdəki mövqeyini və s. vergiləri anlayan bir adam rəhbərlik eləməlidir. Amma mən nəyimə lazımdır deyib həyatını ötürən adamlar oturacaqsa orada. Heç bir inkişafdan söhbət gedə bilməz. Aktyorlar da var bizim ölkədə, çox istedadlı, çox yaxşı rejissorlar da var, hətta yaxşı prodüserlər var, hətta yaxşı və s. adamlar var, ixtisaslaşmış. Mövzu kinoya, kinematografiya rəhbərlik edən adamdan gedir. Eyni şey teatra da aiddir. Eyni şey muzeylərə də aiddir. Eyni şey musiqidə aiddir. Eyni şey mənim birbaşa yaralı olduğum televiziyada aiddir. Çünki mənim elmi işimdir. Nitq mədəniyyəti və ədəbi dilin normaları, kütləvi informasiya vasitələrinin materialları əsasında. Mən birbaşa bu mövzudan yazmışam. Televiziya, audiovizual məsələlərdir, radiodur, vay. Radioya baxın bir dənə. Mən buna çox danışmışam, çox danışmaq da istəmirəm, təkrarlamaq, taftologiyada. Amma radio vəziyyətinə baxın bir dənə. Nə yəni gələcəm, bilmir də nə deyən, ağzına gələn danışır. Belə adam olmaz, yəni belə radio aparıcısı olmur. Radio aparıcısı bulaq kimi danışmalıdır. Dəqiq, aydın, səlis, informasiyanın dolğun ötürülməlidir. Bir növ qıcıq yaradır. Qıcıq yox, əsəbi, qıcıq yaxşıdır. Lap nifrət yaradır hətta bəziləri. Yəni istəyirsən 50 saat radiocu dalğadan çıxardıb atasan adam. Yəni olmaz. Mən də radioda çalışmışam. Mən elə şey danışmırlar. Belə adam nədir bu, nə stildir, nə üslubdur, nədir, hansı fleksiyadır, mən başa düşəmirəm də onu. Ona görə budur məsələ. Bu kino sahəsindən çox kənara çıxmadan belə bir sualım var ki, İntiqam Qasımzadə bu yaxınlarda verdiyi bir açıqlamada belə bir ifadə səsləndirmişdi ki, Türkiyədə bir aktyora verilən pulla Azərbaycanda bir film çəkilir. Sizcə bəs bu deməli film sənayesində əsas problem bu yetərincə vəsaitin ayrılmamasıdır ya necə? Əsas fikir deyil, aydın məsələdir. Əgər biri var gətirib buna 10 manat verir, 200 min verir, təbii ki, fərq gördüm. Bu 2-2-dir, o balaca uşaq mövzusudur. Amma mən onunla 90% razı olsam da 80-20% razı deyiləm. Nəyə görə? Eyni şey bizə də aiddir də. Afrikada, Afrika materik olaraq dünyanın ən kasıb materikidir. Bu aydın məsələ, bunu balaca uşaq da bilir. Afrika ölkələrində, bəzilərində kino industriyada elə filmlər çəkilib ki, dünya səviyyəli, sual, pul, xeyr. Burada pul heç bir rol oynamır. Məsələ maksimum dəyərləndirmədən gedir söhbət. Məsələ gördüyün işdən gedir. Məsələ ona ayrılan diqqətdən gedir. Telefonla çəkilən mobilografiya festivalları var ki, orada büdcəsi $300 deyil. Paranormal явление çəkiləndə X-Files-ı $700-800 büdcəsi var. İnternetə girib baxa bilərsiniz. Neçə milyard qazandı? Nətər oldu? Mövzu sənin nə etdiyindir, nə ilə və necə sonraki məsələdir. Bəli, yüksək büdcə olanda təbii ki, mən istəyirəm ki, Sirabın yerində olsun, burada belə fontan olsun. Təbii maliyyət. Aydın məsələ bu 2-1-2-dir. Bunun üçün təhlilə ehtiyac yoxdur. Amma
Burada bəzi məqamlar var ki, ora kiçik büdcə ilə də eləmək olar. Məsələ kimin nə elədiyindən gedir. 20 tələbə var, 15 tələbə var, diplom işini verirsən ki, gedin çəkin. Eyni ixtisasda, eyni kamerada, eyni büdcədə aşağı yuxarı. Amma görürsən bir elə şey çəkir ki, wow, deməli burada büdcə məsələsi, büdcə heç bir rol oynamır. Burada sən istəyin mühüm rol oynayır. Adam var Zenitdən çəkir fotoaparatı, fotoqrafdır, böyük bir məsəl ki, bahalı kamera. Adam var ki, adi telefon ilə foto çəkir ki, hamısını vurar, piksellə yox ha, beyinlə, göstərdiyi işlə. Yəni sən etdiyin şey maraqlı olmalıdır. Mən belə başa düşürəm. Büdcə aydın məsələdir. Yəni bu 2 ölkədə yəni. Nonsens. Hədə yəni. Mən elə düşünürəm ki, bu ana qədər siz çox büdrəmisiniz bu sahədə və yaxud da Hələ də büdrəyirəm mən. Hələ də tam gedmirəm, hələ büdrəyirəm. Belə bir sualım var ki, sizə çox vaxt insanlar həyatda müəyyən bir yerdə büdrəyəndə əsasən həyatda qalmaq üçün stimul mənbələri olur. Və sizin stimul mənbəniz nədir və yaxud da kimdir, belə deyək? Mənim stimul mənbəyi mənim özüməm. Çünki mən özümü təhlil edirəm, özümü tənqid edirəm, özümlə danışıram, özümlə dalaşıram, özümü sevirəm, özümü nifrət edirəm. İnsan birinci növbədə özünlə mübarizə aparmalıdır. Əgər nəyəsə çatmaq istəyirsənsə, birinci özünlə mübarizə aparmalısan. Yəni özünü dəyərləndirmə var, özünü çox sevmə var, ayrı-ayrı şeylərdir. Özünü küçümsəmə var, bir də özünü tənqid var. Var ayrı-ayrı şeylər, bizim insanları qarışdırırlar. Mən bilirəm mən nə qədərəm. Amma təəssüf ki, insanlar bir-birinə nə qədərdir. Mən oturub 2011-ci ildə elədiyim işə baxıram, deyirəm, vay, bunun başı çatmır ki. Özüm əməyi 2013, 15, 20, mən 29-u da görürəm ki, oradan 26-ya baxa bilim. Məsələ budur. Amma büdrəmələr dünyada ən gözəl şeydir. İnsan, məsələn, mənə sual verirsəz ki, həyatda ən çox kimə borçluyam? Səhvlərimə. Çünki insan səhv eləmədikcə düzündə qədrini bilmir, gələcəkdə buraxacaq səhvi də görmür. Çünki insan səhv eləməlidir ki, başa düşdün ki, düzünətər olur. Amma insan hər şey qlatki, yumuşaq, parlaq, düppədüz gedəndə həyat birincisi banal olur, maraqsız olur və çox şeylər var. Çox səhvlər eləməlisən, çox səhv adamları görməlisən, çox səhv insanlarla işləməlisən, çox səhv münasibətlər qurmalısan, çox səhv layihələrdə olmalısan, çox səhv yerlərdə yaşamalısan ki, sən başa düşəsən ki, insan necə inkişaf edir. Düzdür, bəzən adamı incidir o, deyirsən, bəs sizə bu nədir? Amma bəzən görürsən ki, o sənə xarakter olmağa, formalaşmağına kömək eləyir. Ona görə də düzdür, mən artıq bezirəm bəzən o səhv adamları görməkdən, səhv layihələrdə işləməkdən, səhv bir işi görməkdən. Görürsən ki, bu adam səhvdir də, yalan danışır, yalancıdır, başqa şey eləyir, sənə söz verir, başqa şey. Var bildiyi. Amma bəzən deyirsən ki, yaxşı ki, o oldu. Çünki o olmasa, ondan da pis şey ola bilərdi. Mən o baxımdan deyirəm ki, mənə görə tramplin əslində o səhv. Bəs bu həyatınızın səhvi deyəndə ağlınıza nə gəlir? Təbii ki, bu şəxsi həyatdan getmir söhbət. Yəni ən azı mediada bölüşüləcək qədər. Mən ad çəkməyəcəm, amma həyatda çox təəssüf elədiyim bir şey var ki, illərdir mənim vaxtımı alan, mənim layihələrimə imkan verməyən, mənim yollarımı kəsən, istəmədən kəsən, bəzən istəyərək də eləməyib, bunu qınamıram. Çox yaxın bir adamım olub, çox yaxın dostum olub, yaxın dostlarım olub. Belə deyək də. Ən belə uğur, çox qəribə bir şeydir ki, sənin uğur qazanmağına səbəb sənin heç belə ağlının ucundan gəlməyən adamlardır, vasitələrdir. Amma sənin birbaşa uğursuzluğuna səbəb, sənin heç vaxt inkişaf eləməməyinə səbəb də vergülə ən yaxın adamların olsa qəribə bir şeydir. Bunu həmişə görmüşəm mən. Və ona görə də hərdən deyir, adam öz-özünə də inanmır. Yəni güzgüdə baxsa ki, bu kimdir, yalan danışır, özüm əməyi. Ona görə məncə həyat rənglidir. Həyatı belə bir rəngilə görmək daha maraqlıdır. Mən heç vaxt səliqəli şey sevməmişəm. Çox hər şey səliqədə kvadratda olsa. Bir dağınıq olmalı, bir xaotik olmalı, bir sınıq olmalı, bir əzik olmalı, bir ütüsüz olmalı, bir qırış olmalı. Hər şey səliqəli olanda mənə qıcıq verir, açıq deyim. Mənə görə səliqə onun elə xaotizmindədir. Səliqənin öz dramaturgiyası var. Yəni səliqəli olmaq bu demək deyil ki, yəni bura tərtəmiz, hər şey gözəl. O səliqəlilik deyil. Mən elə şeyləri biraz vurur mənə. O pedant kimi görünür, xırdaçsızlar. Mən elə şeylər xoşlamıram. Mənə görə səliqə elə xaosun da öz səliqəsi var. O dağınıqlığın da səliqəsi var da, yerindədir. Mən elə başa düşürəm. Biraz əvvəl dostlardan danışdıq. Bəs ümumiyyətlə düşmən olaraq ağlınızda tutduğunuz bir insan var? Yoxsa ümumiyyətlə həyatda insanlara düşmən kimi
baxacaq dərəcədə belə önəmsəmirsiniz? Dərinə gedəndə həyatın özün ciddiyə almıram. Mən o ki qaldı nəyəsə. Və də düşmən nədir? Eynəmə vraq da. Yəni düşmən olmaq üçün məsələn neynəsə düşmən anlayış olan, o da bizim uydurduğumuz bir şeydir. Düşmən mənə əksinədir. Yəni sənin düşmənin olması üçün gərək elə bir adam olsun ki, tam sənin əleyhinə bir adam. Məsələn, mən elə başa düşmürəm ki, kimsə mənim düşmənim ola bilər. Çünki məni kimsə xoşu gəlməyə bilər, zəhləsə amma Nufələ düşmən olmaq üçün gərək elə biraz da personaj ol, bir qəhrəman. Mən onu görürəm. Biraz təkəbbürdən irəli gəlir. Yox, yəni mən elə pis adam dedim ki, mənə düşmən olacaq. O mənada. O mənada deyirəm. Yoxsa mən o qədər böyük deyim. Yəni ki, Nufələ niyə düşmən olasan ki? Mən Nufəlin düşməniyəm. Onu gör nə qədər boş adam olsun ki, Nufələ düşmən olsun. Hə, elə insan var ki, onun alternativ olaraq onun düşməni var. Çünki ona elə düşmən yaraşır yəni ki, amma mən düşünmürəm ki, kimsə mənə düşmənlik eləyir. Mən də oturum ki, gəlin Natiqlə düşmənlik eləyim. Niyə də? Yəni mənə metod çatmır. Yəni o pozisiya olaraq çatmır. Və bir də bu da uydurma bir şeydir. Əgər mən kiməsə düşmənəmsə, o da mən avtomatik düşmənəm. Heç nə dəyişmir axı. Də güzgü fikri, heç nə dəyişmir axı. Nə mənası var ki onun? Mən onun mənasını başa düşəmirəm. Yəni mən niyə ona düşməniyim? Mən sənə düşməniyəm. Gəl olaq, sən də mən düşməniyəm. Heç nə dəyişmir axı yəni. Yəni avtomatik olaraq heç nə dəyişmir. Ona görə mən həmişə həyatda fikirləşmişəm ki, insanlara yaxşı şey ötürmək lazımdır. Bəli, bəlkə də elə bir period olub ki, görmüşəm kimsə mənə qarşı belə bir şey dedim. Mən də buna azıq çıxım. Mən biraz azıq nə mənə, biraz bu proyektlə, bu sözümlə. Sonra başa düşdüm ki, bizim yaşadığımız həyat yer kürəsi, planetlər sistemidir. Bizim planetlər sistemindəki günəşin yanındakı yer kürəsi o qədər balacadır ki, o qədər bu dünya balacadır ki, o qədər bu sistem balacadır ki, o qədər təsəvvür edir ki, hardan Nufəli bir dənə söhbətinə, heç görünmür, ümumiyyətlə, bəşəriyyəti onu ölçə bilməzsən. Ona görə biraz başqaca yaşamaq lazımdır. Yəni, bizim bu boyda, biz həyatda biz necə baxırıq hər şeyə, kameranın dili ilə deyir, naizd var ki, zoom edirsən, gəlsə bu boyda obyektivlər vardı, lap makro, böyük görürsən, lambda, girirsən, qarışqanı bu boyda göstərir. Biz zoomla baxan bir həyatda işləyək. Biz zoomla baxsaq hər şeyə, görərik ki, vay, səninlə mənim aramda olan 15 manat söhbəti. Bəşəriyyəti belə ateist eləyəndə yoxdur, ümumiyyətlə bu söhbət. Yəni, çox balaca söhbət deyək. Təsəvvür 2 nəfər dalaşır. Axı, iri plandadır, hamı baxır ki, vay, polis gəldi, aləm girir bir-birini. Təsəvvür edin ki, bir dənə zoom edirsən Azərbaycandan çıxırsa, o söhbət yoxdur. Planetdən çıxanda, ümumiyyətlə bu yoxdur ya. Və planetin sistemindən çıxanda, bu çox balacadır. Ona görə də həyat o qədər balacadır ki, yəni bizim eləyəcəyimiz söhbətlər var. Mən filan yerə getdim, məni incitdilər, bildimi? O iri planla maraqlıdır, yəni. Amma zoomdan çıxanda, ateizdə eləyəndə, heç mənası. Ona görə çalışıram ki, kimsə lap mənə söysə belə, dalınca danırsa, tənqid eləsə, mənə maraqlı deyil. Mən onu ancaq bilsinəyim belində. Yəni, çünki mənim ona məsələ deməyim, proses olaraq heç nəyi dəyişmir, o zoomda heç nəyi dəyişmir. Ona görə boş şeylər var mənə görə. Siz belə özünüzü inkişaf etdirən, zamanla fikirlərini dəyişən bir insansınız da və nə mənada fikirlərini dəyişən, özünüzü inkişaf etdirəndən sonra artıq insan müəyyən bir yerə gəlir ki, əvvəlki fikirlərindən tam fərqli bir yerə gəlir. Bəs bu qədər bilikli olmaq sizcə həyatı daha mənasız eləyir, yoxsa əksinə hər şey puzzle kimi bir-birinin üstünə oturur? Bizə uşaqlıqdan bilikli olmaq həmişə öyrədim. Savadlı ol, öyrən. Mənə də deyiblər, mənim atama da deyiblər, 100% belədir. Oxu, astronomiyada bir, coğrafiyada bir, bu bildik. Mən heç vaxt nəyisə öyrənəndə, nəyisə kiməsə öyrətmək və nəyisə ağıllı və savadlı olmağı sübut eləmək üçün öyrənməmişəm. Son 20 ildə. Mən öyrənmişəm ki, birdən bunu bilmərəm, qabağımı nəsə çıxar, bir arı olaram. Və yaxud da ki, məsəl üçün, gəlib biri mənə qayıdıb deyər ki, sənin xəbərin var, Kanada yoxdur ümumiyyətlə. Kanadada ölkə yoxdur. Axı mən bunu bilirəm. Dəqiq, nə deyim yəni mən buna? Heç olmasa sarqazmla cavab verə bilim də. Amma mən nə bilməsəm deyərəm, yoxdur, Kanada yoxdur. Yəni, heç olmasa mən informasiyanı bilim ki, sabahsı gün məni allatmasınlar. Məsəl üçün, hansısa bir yarışma olar, gəlib düşərəm ora milyonsu kimi. Bu sualların bir 10'unu bilsən, nə yaxşıdır ki? Pul qazanıb get də, yəni. Görün nə qədər nadir şeylə misallar çəkirəm. Mən çox banal, primitiv misallar çəkirəm də, yəni. Ona görə nəyisə bilmək, bəli, adamlar var ki, ancaq belə də xırdaca öyrənir, əzbərləyir, hər şeyi onu tətbiq eləmək istəyir. O mənasız bir şeydir. Yəni, o heç vaxt, Einstein kiməsə nəyisə sübut eləməyib, heç vaxt. Və yaxud da Teslası, ya da ki, Koperniki, mən çox ağıllıyam, yox, itiz yox buna.
Zaten bilirsən böyük adamsan. Lazım olan şey deyil insanlara. Yəni ki, mən tutum yığım hamını ki, bax sən savadçısan, bax bunu bilin bu. Yox, mən inanmıram ki, çox ağıllı, zəkalı, savadlı, təhsilli adamlar gündə özünü sübut eləsin ki, ya bu düz deyil, bu düz deyil, bax bunu öyrən. Yox, mən inanmıram ona. O qədər bekar olasan gərək bunu sübut eləyəsən kiməsə. Amma mən imkan vermərəm ki, Estağfurullah da, yəni bu bildiyim bir şeydə mükəmməl söz işlətmirəm. Bunu bildiyim bir şeyi, yəqinliklə bildiyim şeyi kimsə mənə deyir ki, sənin xəbərin var, belə bir şey yoxdur. Olmaz axı. Yəni mən yəqinliklə bilirəm ki, bu sirabdır. Sən mənə sübut eləyəməzsən ki, bu badamdır. Mövzu budur. Amma bizim insanların çoxu, nəyimə lazımdır sirab badam? Boş ver getsin. Yox, elə deyil axı. Onda sən özün 1-0 uduzursan da, yəni ki, səni hamı deyə bilər ki, bu xəbərin var, bu badamdır da. Əla badam, badamlı deyil axı. Ən azı bir həqiqət vardır və həqiqəti bilək də, yəni mövzu budur yəni. Belə dünyada həqiqətin olduğuna inanırsınız? Həqiqətin, onun indi fəlsəfəsinə getsək, hamısı hər an öz həqiqəti var, yalançı bir şey. Nisbi bir anlayış kimi Nisbi bir də mənim həqiqətim ona görə yalandır. Aydın məsələdir yəni. Aydındır. Çox sağ olun Növfəd bəy. Ümid edirik ki, suallarımızla sizi bezdirmədik və xoş gəldi sizə. Son olaraq izləyicilərimizə nə demək istəyirsiniz? Haqqınızı halal edin, sadəcə göz haqqınızı və qulaq haqqınızı halal edin. Başqa nə deyə bilərəm? Yəni qulaq asıb baxa bilirsinizsə, yəni səbrinizi basıb 3 saniyə keçirmirsə, yəni halaldır sizə. Yəni çox sağ olun. Çox sağ olun, minnətdarıq. Sağ olun.